Verilişin sponsoru Pasta del Capitano, Avropanın ilk diş macunu. Bəzi insanlar başqalarının qayğısına qaldığı üçün xəstələnirlər. Bəzi insanlar isə xəstələnməkdən qorxmadıqları üçün sağlam qalırlar. Qorxan gözə tir düşər deyərlər. Öz sağlamlığınıza qarşı diqqətli olun. Xoş gördük. Bugünkü proqramda qalxanvari vəzin xəstəlikləri, bronxial asmadan qurtulmaq olarmı? Məlum qabağın naməlum tərəfləri. Xalq təbabətində bronxial asma müalicəsi. Daha əvvəlki verilişlərimizdə demişik, bizim elə mövzularımız var ki, bunlar haqqında dəfələrlə danışmaq mümkündür və həqiqətən də tamaşaçıların bizə yazdıqları eyni zamanda zənglər nəticəsində müəyyən mövzuların daha çox maraq doğurduğunu və insanların bəzən müəyyən detalları daha yaxşı başa düşmək üçün daha çox informasiyaya ehtiyacı olduğunu anlamış olduq. Məhz bu informasiya həqiqətən ehtiyac olduğu üçün biz verilişimizdən əlavə həmçinin bu mövzuları Çox Yaşa jurnalında da qeyd edirik və düşünürəm ki, bu da müəyyən marağa səbəb olacaq auditoriyamız arasında. İndi isə mən istərdim ki, bugünkü qonağımızı dəvət edək. Bir xarici mütəxəssis olacaq bugün rubrikamızda. World Med Klinikası tərəfindən dəvət olunmuş Avstriyanın Barm-Herzige Schmerzen klinikasının mütəxəssisi Dr. Clemens Reichel bizimlə bərabər olacaq. Dr. Clemens Reichel 1989-cu ildən Avstriyanın Linz şəhərinin Barm-Herzige Schmerzen klinikasında cərrah, 2009-cu ildən endokrin cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2009-cu ildən qalxanvari vəzn mərkəzinin cərrahiyyə blokunun müdürüdür. Almaniyanın endokrin cərrahiyyə bölməsinin Beynəlxalq Endokrin Cərrahlar Assosiasiyasının və Onko cərrahiyyə icmasının üzvüdür. Buyurun, xoş gəlmisiniz. Və Lalə xanım Əhmədova klinikanın həm meneceri, eyni zamanda həkimi, ünsiyyət qurmaqda bizə yardımcı olacaq. Dr. Ismail. Xoş gəlmisiniz. Hello, hello. Welcome. My name is Clemens. Welcome. Hello, hello. Biz daha əvvəlki verilişlərimizdə də qalxana bənzər vəz haqqında çox danışmışdıq. Ancaq sözün açığı biraz işi əməliyyat tərəfdən, yəni operativ müdaxilələr tərəfdən qoymuşduq. Ümumiyyətlə, qalxana bənzər vəzin nə işə yaradığı haqqında bizim insanlar bizə çox məlumat verirlər. Bunu insanların başa düşəcəyi şəkildə, nə şəkildə bunu demək olar və izah etmək olar ki, insanlarımız bunu daha rahat başa düşsünlər. Qalxanvari vəz boyun nahiyəsində yerləşir, şəkildə görə bilərsiniz bunu və bədən metabolizmində böyük bir rolu olan tiroid hormonların ifrazında iştirak edir. Yəni biz deyə bilərikmi ki, tiroid vəzi bizim üçün bugünkü avtomobillərdəki qaz pedalı, yəni akselerator rolu oynayır. Vəz, bəli, bədən akseleratoru sayılır. Yəni yüksək hormon funksiyası olduqda, məsəl üçün hipertiroidizm olduqda müşahidə olunanda, o demək olar ki, 100-200 km sürətində avtomobil sürməsi deməkdir və əksinə aşağı funksiya zamanı siz çox zəif, depressiv halda ola bilərsiniz. Yəni belə başa düşdüyüm qədəri ilə tiroid vəzi həqiqətən də bugünkü avtomobillərdəki qaz pedalının rolu oynayır. Yəni belə yaxşı basanda benzin də yaxşı gedir, belə maşın da sürətlə gedir, amma biraz qazdan ayağınızı çəkəndə maşın gedərək yavaş-yavaş zəifləyir və siz biraz depressiv olursunuz. Bir şey çox maraqlıdır. Nə üçün tiroid vəzində bu cür dəyişikliklər baş verir? Normalda bu nə üçün lazımdır bu mexanizm? Yəni metabolizmanı sürətləndirmək və ya yavaşlandırmaq funksiyası nə üçündür və nə üçün bəzən orqanizm və ya sistem bunun üzərindəki nəzarətini itirir? Bu sual çox mürəkkəbdir. Bəzi insanlarda bu yaranır, məsələn hipertiroidizm və bu da bədənə çox ziyanlı bir şeydir. Çünki ürək problemləri, yüksək qan təzyiqi yarana bilər, insan çox sinirli ola bilər, hətta boşanma halları da olur. Səbəbi dəqiq aşkar olunmayıb, belə ki, qalxanvari vəz hüceyrələr öz funksiyalarını dəyişir və hormonu hipofiz, beynimizdə olan hipofizin nəzarətindən çıxdıqda özləri ifraz edir. Yəni mexanizmini bilirik, amma səbəbini bilmirik. Bəzən görürsən ki, indi bu yaxınlarda xəbər çıxdı ki, bir qrup getdi Malidə, Tuareglər özlərindən belə üsyan elədilər, getdilər özləri üçün bir dənə demokratik cümhuriyyət qurdular, indi dırnaq arasında. Yəni öz
şeylərini, bağımsızlıqlarını elan edilər. Bəzən görürsən ki, tiroid vəzində də eyni hadisə baş verərək oradakı hüceyrələr hipofizdən, yəni ana kontrol mərkəzindən öz müstəqilliyini elan edə bilər. Düzdür, bu müstəqillik nə qədər doğrudur və nə qədər lazımdır, biraz burada sual da olur. Amma bunu nə üçün ediklərini təəssüf ki, biz bilmirik, sadəcə nəticələrini görürük. Bəzi zamanlar sadəcə olaraq doktor deyən kimi, yəni hüceyrələr öz funksiyalarını dəyişir və atipik olduqdan, dəyişikliklər verdikdən funksiya dəyişir, yəni doktor onlar. Maraqlı bir bənzətmə etdi. Siz başqa bir müqayisənin şahidi olmuşam, yəni nala bənzədiblər əslində qalxana bənzər vəzi və yəni insanın talismanı kimi yanaşmalara da rast gəlmişəm. Ümumiyyətlə, sizin əsas sahənizi biz nəzərə alsaq, yəni sırf cərrahiyyəni biz nəzərə alsaq, əməliyyatdan əvvəl və ümumiyyətlə əməliyyat zamanı hansı diaqnostik metodlardan istifadə olunur xəstəlikləri müəyyən etmək üçün? To treat this disease, these thyroid diseases, you need very good diagnostic. Qanvari vəzdə olan xəstəliklər əşkar etmək üçün çox yaxşı diaqnostika aparılmalıdır. Mən World Med klinikasına doktor Əziz Əliyev tərəfindən dəvət olunmuşam və burada qanvari vəzin düzgün müalicəsini etmək üçün bütün lazım qədər imkanlar, avadanlıq və müayinələr var. Mən Linzdən gəlmişəm. Bu Avstriyada qanvari vəz cərrahiyyəsi üzrə böyük bir mərkəzdir və burada biz bir il ərzində 300-dən artıq əməliyyatlar keçiririk qanvari vəz üzərində. Doktor Əziz Əliyevlə birgə biz Linzlə işləyirik və 3 həftə ərzində biz orada əməliyyatlar aparırıq və bir həftə burada World Med klinikasında əməliyyatlarımızı birgə keçiririk. Biz tiroid əməliyyatları üzrə ixtisaslaşmışıq və biz Avropada istifadə olunan bütün diaqnostik metodlar, üsullar işlədirik burada və yüksək səviyyəli ultrasəs müayinə burada mövcuddur. Lazım gələn laborator müayinələr mövcuddur və ona görə biz burada rahat öz diaqnostikamızı və əməliyyatlarımızı keçirə bilirik. Həmçinin burada frozen section deyilən bir metodikanı biz istifadə edirik. We have ultrasound, we have all these laboratory tests which are necessary. And we have the frozen section. Yəni sözün açığı bu məştubat demişkən deyir tarix nadir məsələsi var. Bu dondurma və frozen section nədir? Əslində çox vacib məsələdir. Yəni hani bir söz var, deyir ki, ay cəmaət bu kino ki var ha deyir, çox mürəkkəb və vacib məsələdir. Qəliz məsələdir. İndi bu frozen section da çox qəliz məsələdir, amma çox da vacibdir. Məsələn götürək ki, sizin qalxana bənzər vəzinizdə bir dənə düyün var. İndi siz bunu hardan biləcəksiniz? Əməliyyat da nə qədər çəkir? How long lasts operation for a thyroid? Thyroid gland operation. Yeah. At least 2 hours. We are very carefully. 2 saat. Yəni düzgün işləsəz, çox diqqətli işləmək. Yəni düzgün aparılan əməliyyat 2 saat çəkir. Bir dənə oradakı düyünü yoxlamaq isə təqribən 1 həftə çəkir. Amma siz bu 1 həftəlik prosesi bəzən təqribən elə bu 2 saatın içərisində aparıb oradakı cərraha müəyyən bir məlumat verməlisiniz ki, bəlkə cərrah az kəsib, bəlkə cərrah çox kəsib. Bax, frozen section deyilən, yəni dərin dondurucuda ani donduraraq toxmaların yoxlanması bu işin nə qədər düzgün və təmiz aparılacağının, necə deyərlər, zəmanətidir. Bizdə cəmaət hər kəs zəmanəti xoşlamır. Baxın, sizə zəmanət. Yəni, siz də bilirsiniz ki, sizdə əgər bu toxma götürülür və o toxma o anda, yəni əməliyyatın daxilindəcə bunda bir şey qaldı, qalmadı sualına cavablandırırsa, bu əslində çox belə böyük və gözəl bir texnologiyadır. Nə yaxşı ki, bugün Azərbaycanda yəni bu qədər çox böyük bir mərkəz olmasa da, amma bu qədər gözəl bir mərkəzdə bunu anında həyata keçirmək çox mümkündür. Mən də buna görə sizə təşəkkür edirəm. Və doktora danışa bilər bu frozen section haqqında nədən? Frozen section, yəni mənim söylediklərimə əlavə olaraq, doktor, nəyə vurulur? Yəni bu frozen section olması həqiqətən də bu işin təmizliyi və şeyi üçün, bəli, əhəmiyyəti nədir? In Azerbaijan, the same as in Central Europe, we have a lack of iodine in the water and in the soil. Yəni, həmçinin burada da hər bir Avropa ölkəsinə kimi yod çatışmamazlığı mövcuddur, təbii ki. But the thyroid needs the iodine. Və qanvari vəz təbii ki, bu yoda yəni lazımdır bu yod. Yəni yod qalxana bənzər vəziyyət üçün vacibdir. And if there is a lack of iodine, the thyroid thinks I must become bigger. I must get bigger to produce the same amount of hormones. Və belə deyək, o çatışmamazlıq yarananda qanvari vəz çalışır, onun belə deyək, kompensasiya etdikdə böyüyür və qarmonların ifrazı daha artır. And sometimes during this process of enlargement, the nodules
are produced. Və düyünlər elə ona görə də yaranır ki, hər bir böyümə getdikdə qalxanvari vəz çalışır bunu ifraz etməyə, düzgün ifraz etdikdə düyünlər əmələ gəlir. Yəni, qalxana bənzər vəz baxanda ki, yod çatışmır və daha çox böyüməyə çalışır ki, daha çox hormonlar ifraz eləsin, amma bu prosesin içərisində içində belə balaca noxud boyda daha böyük düyünlər yarana bilər. Yeah, and 20% of these nodules can be cancer. Can be thyroid cancer, which is a very dangerous disease. Yəni o kiçik olsa da, böyük olsa da bu belədir ki, bunlar çox orqanizma ziyanı var. Çünki onların 20%-i, yəni onlar əmələ gələn düyünlərin, bu düyünlərin 20%-i xərçəng də ola bilər. Və bu təbii ki, çox təhlükəli olduğundan bu düyünlər çıxarılmalıdır. Xəstədə düyün olduqda əməliyyat zamanı biz vəzin bir tərəfini və ya çox zaman iki tərəfini götürürük və əməliyyat getdiyi zaman patogistolog dondurma metodu ilə, bu üsul ilə, hansı ki adlanır frozen section, o metodu ilə toxumaya baxır və mikroskop altında hüceyrələrin atipik olmağın və xoş və bəd xəstəlik olduğunu təyin edə bilir. He sees in the microscope during the operation, are the cells benign or are they malign? Lalə xanım, xatırlayırsınızsa, daha öncə biz sizinlə görüşdüyümüzdə biz əməliyyatdan sonraki ağırlaşmalar barədə danışmışdıq və bu ehtimallardan biri də laringeal sinirin zədələnməsidir. Maraqlıdır, başqa hansısa ağırlaşmalar ola bilərmi? As we know, the most important complication is laryngeal nerve. Biz bilirik ki, tiroid vəzi, qalxanvari vəz üzərində əməliyyatların ən vacib ağırlaşmalardan biri laringeal sinirin zədələnməsidir. Çünki bu sinir aşağıdan gəlir və qalxanvari vəzin arxasından keçdikdə səs tellərinə tərəf keçir. Əməliyyat zamanı bu sinirin zədələnməsi xəstədə səs ilə problem yarana bilər. Bəzi zamanlar hətta danışıq qabiliyyətində narahatçılıq yarada bilər. Qabaqlar bu çox təhlükəli bir problem idi, çox təhlükəli idi. Lakin bu günlərdə biz əməliyyatı zamanı tam vəz rezeksiyasından öncə bu sinirin yerləşməsini təyin edirik və sinirin çox kiçik və həssas olduğuna görə bu nahiyədə çox incə iş aparılır və biz sinir monitor, nerv monitor deyilən bir cihaz vasitəsilə bu nahiyənin sinir olduğunu müşahidə edirik, təyin edirik bu siniri. And we can check the function of the nerve during the whole operation. So we can do it very safely. Hətta siz əməliyyat qutarandan sonra da o sinirin iş funksiyasını yoxlaya bilərsiniz ki, bəlkə əməliyyat vaxtı yoxlamaq başqa, əməliyyat qutardıqdan sonra bu sinir zərər görüb-görməyib, onu da dəqiq bilə bilirsiniz. Qabaqlar bu çox təhlükəli bir idi. Lakin indi biz əməliyyat zamanı tam vəzin rezeksiyası apardıqdan öncə bu sinir yerləşməsini təyin edirik və sinir çox kiçik və həssaslı olduğu üçün bu nahiyədə çox incə işləyirik. Sonra biz nerv monitor deyilən bir cihaz ilə onu istifadə edirik və bu da bizə WorldMed klinikası tərəfindən təmin olunub və bu sinir dəqiq harada yerləşdiyi təyin olunur və əməliyyatın sonunacan müşahidə olunur. Əməliyyatın sonunda monitorinq birdə keçirilir və sinir düzgün işlədikdə biz protokol hazırlayırıq və əməliyyatı bitirmək üzrə oluruq. Bir də ümumiyyətlə bu əməliyyat məsələsi əslində həqiqətən insanlar ehtiyat edirlər. Sadəcə zərurət yarananda artıq məcburdurlar buna getməyə, amma əməliyyat vaxtı hər hansı bir yanlışlarla rastlaşmaq və onların qarşısını almaq mümkündürmü? Əməliyyat zamanı ikinci çox vacib ağırlaşmalardan biri də paratiroid vəzlərin zədələnməsi sayılır. Bu 4 dənə çox kiçik ölçülü qalxanvari vəzin yanında yerləşən kiçik bir düyünlərdir. Onlar paratiroid hormonunun ifrazında iştirak edir və kalsium mübadiləsini təmin edir. Onlar çox kiçik və çox incə olduğu üçün onların təsadüfi rezeksiyası əməliyyatdan sonra kalsiumun çox aşağı enməsini səbəbi ola bilər. Hətta bəzi zamanlar insanlarda, xəstələrdə spazmalar yarana bilər. Biz doktor Əziz Əliyevlə birgə işlədiyi zamanı əməliyyatlar, onları biz artıq hər gün keçiririk, yəni Linzdə də, burada da və ona görə biz əməliyyat zamanı xüsusi eynəklər istifadə edirik, hansı ki mikroskopla təmin olunubdur və bu eynəklərlə işlədikdə əməliyyat zamanı biz bu çox kiçik paratiroid vəzlərini əşkar edib onları
əsas qalxanvari vəzdən ayırıb təmin edirik ki, bu vəzlər rezeksiya olunmasın. Beləliklə xəstələrimiz normal kalsi səviyyəsini əldə edirlər. Yəni başa düşdüyüm qədərilə ən ciddi fəsadlardan birisi olan bu paraitroid vəzlərinin zədələnməsinin də qarşısını almaq üçün onun üçün də xüsusi alətlər var ki, bu riski də azaldır. Bu həm riskdir, həm də əməliyyat zamanı belə deyək, səhv demək olar həkim tərəfindən. Çox qəşəng bir söz var, deyər alət çalışır, amma əl öyünür. Yəni burada da müəyyən alətlərdən bir sinirin keçiriciliyini yoxlamaq üçün alətdən, bir də xüsusi mikroskoplardan istifadə edirlər. Sonra da çıxıb deyirlər ki, bax görürsünüz, nə gözəl iş görünüşü. I was talking about the tail, that instrument is working, but hands are proud. Ayxan, mən bəlkə də bir qədər təkrarçılığa yol versəm də bunu bir daha soruşmaq istəyirəm. Yəni klinikanın sırf meneceri kimi, yəni nümayəndəsi olaraq bu təchizatlarla bağlı nələri mütləq vurğulamaq istəyərdiniz bu gün WorldMed klinikasından danışarkən? Mən keçən dəfə klinikamız haqqında bir balaca məlumat verdim və doktorun sözlərini təkrarlayaraq deyə bilərdim ki, yəni klinika lazımı qədər ləvazimat, avadanlıqla təchiz olunub ki, xəstələr tam hazır olub getsinlər və bütün diaqnostik prosedurlarını keçsinlər, hazır olsunlar əməliyyata və laborator sistemlər var, hansı ki, analizlərin dəqiq, düzgün olması çox vacibdir əməliyyatdan öncə və onlar aparılır. Ultrasəs müayinə bizim özümüzdə də aparılır klinikada və həkim endokrinoloqumuz konsultasiya zamanı qeyd olunan hansısa bir diaqnostik metodlar, çünki hansısa xəstələrdə ultrasəslə qan təhlilindən başqa ayrı bir metodlar lazımdır, diaqnostika lazımdır. Onlar da tam hamısı dəqiq təmin olunur və xəstə hazır olduqdan sonra əməliyyata gedə bilər. Bir də əməliyyatdan sonraki protokol məsələsinə toxunsaq, yəni xəstə hansı protokolla aparılır? We have the international protocol. Hər əməliyyatdan sonra biz beynəlxalq protokolla uyğun işləyirik. Xəstələr klinikada bir gecə qalır və növbəti gün evə buraxılır. Əməliyyatdan sonra onlara drenaj qoyulur. O drenaj qoyulur qanaxmanın qarşısını almaq üçün. Və növbəti gün əməliyyatdan sonra drenaj çıxarılır, kalsi səviyyəsi yoxlanılır, səsin düzgün olması larinqoskopiya vasitəsilə yoxlanılır və sonra xəstələr evə yazıla bilər. Tikişlər çox kiçik olur, hardasa 5-6 sm və onlar sökülmür. Özləri sorulur bir neçə günə və bu xəstə üçün də çox bir rahatdır. Tikiş yeri çox nazik və estetikdir və ona görə heç bir narahatçılıq da vermir xəstəyə və boyun nahiyəsində estetik olaraq demək olar ki, görünmür. Əsas lazımdır ki, xəstə heç olmasa 2-3 həftə ərzində gün şüalarından uzaq olsun ki, heç bir pigmentasiya və yara yerində hansısa bir dəyişikliklər olmasın. This scar gets very tanned. So biz sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Thank you very much. Gəldiniz. Thank you very much. It's nice to meet you and it's a pleasure for us and for our friends. Good. Thank you. Thank you. Təşəkkürümüzü bildiririk. Nice to meet you. Thank you. Xatırlatmaq istəyirəm ki, hörmətli tamaşaçılarımız, bugünkü qonaqlarımız WorldMed klinikasından təşrif buyurmuşdular. WorldMed klinikası tərəfindən dəvət olunmuş Avstriyanın Barm-Herz-Schwitzen klinikasının mütəxəssisi Dr. Clemens Reichli və eyni zamanda Lalə xanım Əhmədova klinikanın həkimi bizimlə bərabərik. Bir çox tədqiqatlar göstərir ki, qalxanvari vəzin xəstəlikləri ilə stomatoloji xəstəliklər arasında müəyyən bağlılıq var. Əslində buna dair çox araşdırmalar aparılır və özəlliklə bu xəstəlik, yəni uzun müddətlidirsə, 2-3 il davam edirsə, o zaman ağız boşluğunda müəyyən dəyişkənliklərə səbəb olan təbii ki, proseslər baş verir, müəyyən ləkələr baş verir, damaqlarda müəyyən problemlər olur və düşünürəm ki, yəni zamanında dişlərinizə qulluq etsəniz və yəni biraz öncə danışdığımız o xəstəlikdən təbii ki, qurtulmağa çalışsanız, o zaman dişlərinizi də özünüz də qorumuş olarsınız, hörmətli tamaşaçılarımız. Ümumiyyətlə, diş sağlamlığının profilaktikasında ən yaxşı vasitə olaraq biz Pasta del Capitano məcunlarını, pastalarını sizə tövsiyə edirik. Çünki həqiqətən artıq özümüz də öz aramızda kollektivimiz tərəfindən müəyyən o sınaqlar keçiririk və nəticələrindən çox razıyıq, hörmətli tamaşaçılar. İlk öncə bunu qeyd edim ki, bu tək İtaliyada istehsal olunan pastadır və istehsal proseduru Avropa qanunlarına görə həyata keçirilir. Yəni burada eyni zamanda
zamanda əczaçılıq tələblərinə cavab verən Çikarelli laboratoriyalarında müasir texnologiya əsaslanaraq bir çox ciddi nəzarətdən keçərək onlar satışa çıxarılırlar. Qeyd edim ki, Pasta del Capitano məhsulları İtaliyanın ən məşhur klinika və universitetlərində kliniki sınaqlardan keçərək istehsal olunur və satışa çıxarılır və özəlliklə bu pastalar arasında Pasta del Capitano Protection pastasını mən vurğulamaq istəyərdim. Diş və damaqları 2 qat müdafiə etmək istəyirsinizsə ona müraciət edin. Yəni yeni bir dada malik olan bu diş pastası damaqların iltihabı və kariyesin əmələ gəlməsinin əsas səbəbi olan dişlər üzərində və arasındakı ərpin yaranmasının qarşısını alır və ərpi yox edir, antibakterial təsir göstərərək minanı bərkidər. Pasta del Capitano Smokers, yəni siqaret çəkənlər üçün düşünülmüş bir pastadır. Hətta çəkməyənlər üçün də diş daşlarını təmizləmək və əmələ gəlməsinin qarşısını almaq üçün məsləhət görülür. Bu pasta effektli şəkildə çay, qəhvə və siqaretdən yaranan ərpi və eyni zamanda damaq, dil və ağız boşluğunun müxtəlif nahiyələrində yaranan tütün qatıranını yox etməyə sizə kömək edəcək. Pastanın aktiv maddələri dişlərin təbii qoruculuq qabiliyyətini artırır və diş ərpinin bərkiməsini və diş daşlarının yaranmasının qarşısını alır və daha bir xüsusi müdafiə üçün pasta haqqında danışmaq istəyirəm. Pasta del Capitano Original Antibakterial diş macunu. Bu diş macunu ağız boşluğundakı bakteriyaları məhv edir, damaq və dişləri qoruyur, pis qoxunu, ağız boşluğundakı ərpin və diş ətində, damaqda yarana biləcək problemlərin qarşısını alır, emalın bərkiməsini və qorunmasını həmçinin təmin edir. Bax, bu qədər müdafiə üçün faktorları sadaladıq. Bütün bunları yalnız İtaliyada istehsal olunan Pasta del Capitano macunları arasında siz də tapa bilərsiniz. Bronxial asmadan qurtulmaq olarmı? Məlum qabağın naməlum tərəfləri. Xalq təbabətində bronxial asma müalicəsi. Reklamlardan sonra çox yaşa proqramında.